Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında yaşıllıqların artırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ötən dövrdə proqramın icrası çərçivəsində Muxtar Respublikada geniş meyvə bağlarının salınması diqqətdə saxlanılıb. Bununla yanaşı yaşayış məntəqələrinə gözəllik bəxş edən yaşıllıq sahələri də salınır. Naxçıvan şəhərində bu məqsədlə aksiyalara start verilib. Xüsusi şəraitdə yetişdirilmiş 5 yaşı olan xan çinarları Naxçıvan şəhərinə gətirilmişdir və bu ağaclar Naxçıvan şəhərinin mərkəzi küçələrində, xüsusilə Zəfər Parkı ərazisində, İstiqlal küçəsində, Hüseyn Cavid məqbərəsinin ətrafında, Əziz Əliyev küçəsində, hal-hazırdakı olduğumuz ərazidə və bununla yanaşı əsasən Heydər Əliyev prospektində, Cəlal Əliyev küçəsində və digər mərkəzi küçələrdə əkilməsi planlaşdırılıb. Uzun ömürlü çinarlardır və bunlar 1000-1500 il qədər ömrü olan çinarlardır və bunlar böyüdüyü müddətdə 20 və 20 metrdən hətta 50 metrə qədər hündürlüyü olan çinar ağaclarıdır. Bu parklarda, bu ərazilərdə ağac qismi bugün baxanda azlıq təşkil edirdi. Amma tərəfimizdən bu ağaclar yüksək səviyyədə, gözəl şəkildə əkilir, nəzarət olunur, suvarılır və yaxın gələcəkdə bu ağaclar yəqin ki, öz effektini, keyfiyyətini verəcəkdir. Naxçıvan şəhərinin müxtəlif istiqamətlərində ümumilikdə 1300 çinar və akasiya ağaclarının əkilməsi nəzərdə tutulub. Artıq ötən günlərdə 600 ağac əkilib. Bugün isə növbəti əkinlər həyata keçirilir. Bu da mühüm ekoloji layihə kimi həm də günü-gündən gözəlləşən və müasir infrastruktura qovuşan şəhərə əlavə bir estetik gözəllik qatır. Şəhərin yaşıllaşdırılmasında əsasən çinar ağaclarından istifadə olunur. Bunun isə bir neçə səbəbi var. Çinar ağacları Naxçıvanın torpağı və təbiəti ilə uyumlu olduğu üçün daha dözümlü və uzun ömürlü olur. Muxtar Respublikada əsasən Ordubad rayonunda yaşı 500-700-ü ötən çinar ağacları var. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən və 1300 ağacın əkilməsini hədəfləyən bu tədbirlər önümüzdəki günlərdə də davam etdiriləcək.